Xoş gördüm. İlk öncə hər birinizə təşəkkür edirəm ki, özünüzə zaman yaradaraq bu workshopda iştirak elədiniz. Bu gün çox maraqlı bir workshop olacaq. Qeyd edeyim ki, praktik olacaq. Mən istəyirəm yanınızda qələm, hətta bir dənə də dəftər götürəsiniz. Amma başlamamışdan öncə mən ilk öncə özümü sizə təqdim etmək istəyirəm ki, siz məni yaxından tanıyasınız. Bu arada suallarınız varsa, mən danışdıqca chat hissəsinə də yaza bilərsiniz. Çünki birinci hissədə ümumi danışacağam, ikinci hissədə isə artıq konkret suallarınıza cavab verəcəm. Deməli, mən psixoloq Könül Babaşzadə, 6 ildən çoxdur praktik psixoloq vəzifəsində çalışıram və təcrübəm var. Qeyd edeyim ki, mən özüm dövlət işçisiyəm, dövlətdə çalışıram, amma eyni zamanda onlayn olaraq, həvəskar olaraq bir sıra ödənişsiz layihələr həyata keçirirəm. Dəyərsizlik workshopu da bu layihələrdən biridir. Təhsilim haqqında, ümumiyyətlə ətraflı nələrsə bilmək istəyirsinizsə, Instagram profilimə keçid edib highlighter bölməsindən baxa bilərsiniz. Orada ətraflı təhsilimi çox geniş danışmışam. Bugün istəyirəm ki, sizlə dəyərsizlik duyğusu haqqında danışaq və praktik şəkildə həllə istiqamətlənək və baxaq görək ki, bizdə nədir? Bizim əsas problemimiz nədir? Biz bu problemimizi necə həll edə bilərik və s. Bugün axşama sizə özəl 2 texnika gəlir. Birinci texnika daxili uşağın şəfalanması, ikinci texnika günahkarlıq duyğusundan çıxış. Düzdür, bəlkə bu texnikaların adını deyirəm, sizin üçün sadəcə texnika kimi gəlir, amma texnikanı eləyəndən sonra mütləq şəkildə fərqindəliyi hiss eləyəcəksiniz və mütləq şəkildə mənə geri dönüşlərinizi yazın, kiçik fərqindəliyinizi, kiçik uğurunuzu, kiçik nəticələrinizi bölüşün. Çünki bu həqiqətən bir texnikadır, yəni bunu nəzərə alın. İndi mən istəyirəm ki, siz də mənə yazdıqca, mən də sizlə danışdıqca aramızda səmimi bir ortam yaransın ki, bir-birimizə qarşı daha rahat şəkildə davam edə bilək. Okay, mən sizlə slayt hazırlamışam ki, ardıcıllığı necə gedim ki, burada o tərəf bu tərəfə getməyək, 20 dəqiqəlik, 30 dəqiqəlik bir mini söhbət eləyək, ondan sonra sırf praktik suallara gedək. Ümumiyyətlə, gəlin baxaq və birinci gedişatdan başlayaq artıq ki, biz necə davam etməliyik. Okay. Bugün danışacağımız mövzu dəyərsizlik duyğusudur. Mən sizə bir neçə suallar verəcəm və siz baxın, görün sizin həyatınızda varsa mənimlə bərabər gedək. Gəlin birinci növbədə biz problemimizə baxaq, görək ki, problemimiz nədir. İlk öncə istəyirəm ki, müəyyən eləyəsiniz. Özünüzü harda dəyərsiz hiss edirsiniz? Məsələn, ola bilər ailədə, münasibətdə və yaxud da ki, iş yerində. Çox zaman ailə və münasibət götürülür. Çox xanımların və ya çox bəylərin müraciət etmə səbəbi ailə və münasibətdir. Bir də qeyd edeyim ki, kişilər də öz üzərində çox işləyir, yəni bunu da nəzərə alasınız. Tək xanımlar deyil, bu workshopda hətta çoxlu kişilər də var. Bir də ümumiyyətlə özünü dəyərsiz hiss etməyin həyatda sənə nəyi itizdirib? Yəni ki, nəyi itirmisən özünü dəyərsiz hiss edərək? Və yaxud da ki, bu duyğu davam etdiyini və yaxud da ki, bu yaşına qədər gəlib çatdığını necə bilmirsən ki, sən dəyərsizsən? Ümumiyyətlə, dəyərsizlik deyirəm, amma indi daha geniş şəkildə açmaq istəyirəm. Gəlin birinci buna baxaq. Davamlı özünü kimlənsə müqayisə edirsənsə, məsələn, filan xanımın yoldaşı imkanlıdır, məsələn, mənim yoldaşım imkanlı deyil. Və yaxud da ki, davamlı olaraq kimisə tənqid edirsənsə, qınayırsansa, sevgi qazanmaq üçün özün kimi rəftar etmirsənsə, davamlı şərtli seviləcəyini inanırsan deyə müxtəlif geyimlər alırsan, müxtəlif yerlərə gedirsən, hətta şəkil çəkdirəndə belə sənə içdən xoş gəlmir deyə, sanki kimsə səni görsün, duysun, eşitsin. Bu evli xanımlarda, ailəli xanımlarda daha çox yemək bişirmək, ev yığışdırmaq, uşağa baxmaq, qaynana-qaynataya sübut etmə şəklində ola bilər. Çünki özünü bir yerdə rədd edilmiş, bu arada bu duyğulara da toxunacaq, rədd edilmiş, tərk edilmiş, tək qalmış kimi hiss edir. Amma subay xanımlarda daha çox geyim, makyaj, salonlar, restoranlar şəklində göstərmiş olur. Ümumiyyətlə, 3 dənə təməl duyğu var və bu duyğu bizim həyatımızı formalaşdırır. Birinci duyğumuz dəyərsizlik. Mən dəyərsizəm, yəni mənə özümə görə dəyər vermirlər. Sevilmirəm və yetərli deyiləm. Əgər mən təsdiq axtarıramsa, deməli ki, yetərsizəm. Əgər mən özümü isbatlamağa çalışıramsa, bunu dedim, onu dedim, bəzən deyirlər, ay mən fədakarlıq elədim, nə bilim saçımı süpürgə etdim, mən filan şey etdim, bu da dəyərsizlikdir. İstəyirəm özünüzü sadəcə diaqnostik eləyəsiniz ki, siz nələr edirsiniz, ümumiyyətlə davranışlarınıza baxın. Diaqnostikanın ən rahat yolu mənim öz davranışıma baxma üsuludur. Siz baxın, görün, hansı davranışları edirsiniz. Yəni mən burada saydıqlarım sadəcə sizə misal kimidir ki, sizin də baxasınız və anlayasınız.
ki, biz ümumiyyətlə nə edirik? Davamlı isteriya çıxarmaq, davamlı həyatınızda dava-dalaş, bir də ən böyük və qlobal problem, bunu ümumiyyətlə kökündən həll eləyirəm. Bir insanda ilişib qalırsınız, onu takıntılı eləyirsiniz, o insanın dəyişəcəyinə ümid edirsiniz, aylarla, illərlə o insandan emosional asılığa düşürsünüz, hətta puluna görə ayrıla bilmirsiniz, hətta emosional nəyinəsə görə. Yəni sanki yəni ən böyük ciddi problem budur. Bu asılılıqda asılılıq texnikasını sabah atacağam. Yəni bunu da özə biləsiniz. Aha. Mən görüm indi siz nə yazdınız, ona uyğun şəkildə başlayım davam etməyə, biraz daha sferamızı ataq. Münasibətlərdə ümumiyyətlə çoxdur daha çox. Ayala. Deməli, bir çoxumuz artıq özümüzü görə bilirik ki, bu hansı sferada davam edir. Çatı buradan açım ki, rahat şəkildə oxuya bilim sizlə danışdıqca. Pula görə. Mən ilişi baxın. Ümumiyyətlə çatlarda xanımlar özləri haqqında geniş şəkildə yazırlar suallarını. Bu çox gözəl bir şeydir. Yəni burada sizi ümumiyyətlə kimsə tənqid edib qınaya bilməz. Bacardığınız qədər istəsəz adınızı çəkməyə bilərəm, sadəcə sualınızı oxuya bilərəm. Çünki bu vebinara sizdən sonra ən azı bilirəm ki, 1000 insan daha baxacaq, YouTube üzərinə yerləşdiriləcək. Aha. İndi gəlin baxaq görək. Mən hansı etapda özümü dəyərsizləşdirirəm? Baxın, gəlin indi mən sizə daha düzgün diaqnostikanı deyim, siz elənsinə baxasınız. Özümdən, aha, super. Baxanım çox gözəl, indi bilməm xanımdır. Baxın. Baxın. Mən bir neçə misal deyəcəm. Sadəcə baxın. Aranızdan çox insan, Azərbaycana görə deyim, adi bir Port Bakuya gedəndə, mol kimi bir yerə, orada brend mağazinlərə girəndə, səsimizi zəhmət olmasa bağlayaq. Aha, Port Bakuya gedəndə, adi orada brend bir mağazinə girəndə heç çoxunuz girmək istəmirsiniz. Sanki ürəyiniz sıxılır. Və yaxud da ki, çox bahalı bir maşındır, siz o maşına minəndə narahat olursunuz. Və yaxud da ki, təsəvvür eləyək ki, bir villaya gedirsiniz, nə bilim, villa olur. Yəni, çox brenddə, yəni qiymətcə, pul baxımından, brend yerlər, pul baxımından bahalı bir yerlərdə olanda, sanki orada bir şey əskikdir. Sanki sən ora uyğun deyilsən. Sanki sən o ortama uyuşmursan. Əmələ gəlmir. Və yaxud da, bu birinci etap. Yəni, birinci etap bizdə adlanır maddi səviyyəyə görə ilişib qalmaq. İkinci etap. Yazdığınız kimi. Mən kiminsə geyiminə görə, məsələn, tutalım ki, bir xanımdır, görürəm ki, məsəl üçün, üstündə konkret brend geyinib, marka geyinib və yaxud da heç brend markanı da qoyuram kənara. Xanım çox gözəldir. Sadəcə təbii gözəl. Mən avtomatik olaraq özümü orada yetərsiz hiss edirəm. Sanki üzüm belə olmalıdır, paltarım belə olmalıdır və yaxud da ki, sanki mən də onun kimi geyinməliyəm kimi gəlir. Sanki itib batıram. Baxın, dəyərsizliyin, mən bunu özümdə də qeyd edirəm, siz də qeyd eləsəz yaxşı olar. Dəyərsizliyin bir nömrəli düşməni mən özüm olmaqdan çıxıram. Yəni, mən artıq başqalaşıram. Mən nə qədər başqalaşıramsa, o qədər dəyərsizəm. Yəni, bu mənim pul qazanmağımdan tutmuş, münasibət həyatıma qədər ətkiləyir. Çox insan belə münasibətdə özü kimi ola bilmir. Niyə? Çünki özüm kimi olsam, kimsə məni dəyərsiz hiss elətdirəcək. Sanki bir maska taxmalıyam. Və bu maskalar bizi yıxır. Deməli, ikinci etapda nə oldu? İkinci etapda artıq mən özümü təhlil eləsəm, konkret olaraq ya görürəm kimsə gözəldir, kimsə qəşəng geyinib, ya lüks məkanlara gedəndə orada bir əziklik, əskiklik. Bir də bu bilirsiniz necə ola bilər? Məsələn, deyək ki, sizin ailə dinamikanız valideynlərinizdən biri rəhmətə gedir və yaxud da ki, çox imkansız bir ailədə böyümüsünüz. Kimdəsə baxırsınız ki, bu yaxşı haldadır. Orada da özünüzə yazığınız gələ bilər. Və yaxud da özünüz tutalım ki, bugün satıcı işləyirsiniz, hansısa bir xanım baxırsınız ki, direktordur, sizdən yaşda, baxırsınız, deyirsiniz, vay mənim halıma, mən hələ qabı yuram, mən hələ nə bilim, yəni yer süpürürəm. Burada da özünüzü qoya bilərsiniz. Deməli, dəyərsizliyi birinci təsbit etməyimiz nə ilə bağlıdır? Mən öz oxumdan kənara çıxıram. Nə baş verir? Yəni, mən özüm olmuram. Çünki davamlı müqayisədədir beynim. Rəhbər vəzifədə işləyən xanımlarla, bəylər, bu bəylərə də aiddir. Bəylərlə birinci etap bu, geyinmə görə, olduğum məkanlara görə. Hətta son dönəmlər Instagramda qızların gür şəkli paylaşması, nə bilim, sevgilim mənə hədiyyə aldı, yoldaşım mənə hədiyyə aldı, belə qısqanclıq halına gəlib. Gəlin sizlə bir nüansda razılaşaq. Sosial mediada gördüyünüz hər şey real deyil. Yəni, bunu mən biznes koç kimi də deyirəm. Çünki mənim təhsilimdə biznes koç da var, təhsilim çox şaxələdir. Yəni, gördüyünüz heç də real deyil. Bunu unutmayın. Və çox şey insanı müqayisəyə salır ki, sən özünü dəyərsiz hiss edəsən. Yəni, çoxu reklama görə çəkilir, çoxu, necə deyim, kimsə
atıram da kimsə pul qazansın deyə, kimsə yalandan gül qoyur, nəsə və sizdə də əgər dəyərsizlik varsa o tətiklənir. İkinci təsbitimiz nə olsun? İkinci təsbitim mən hansı durumlarda tətiklənirəm. Baxın, sizdə nə qıcıq yaradır, sizdə nə aqressiya yaradır, sizə necə elə gəlir ki, mən paxıllıq çəkirəm, sizə nə zaman elə gəlir ki, mən qüsurluyam, sanki məndə nə isə çatmır, sanki mən yetərsizəm, sanki mən hansı situasiyada? Ola bilər bu yoldaşınızla olur, ola bilər spesifik bir padruqanız var, ondan olur, ola bilər iş yerində bir müdiriniz var, ondandır. Ola bilər tələbəsiz, oxuyursunuz universitetdə, necə deyim də, bir insan görürsüz, onunla bağlıdır. Yəni bu hansı durumda olur? Tətikləndiyinizi bilin. Deməli, birinci özüm, ikinci tətikləndiyim situasiya və üçüncü etap. Gəlin indi üçüncü etapa da girək, ondan sonra artıq həllə yönələ bilək, suallarınıza o istiqamətdə davam eləyəcəm. Aha. Bu hansı etapda baş verir? Aha, maska. Baxın, hər birimiz istəsək də, istəməsək də müəyyən etaplarda maska taxırıq. İşdə ayrı cür oluruq sevgilimizin yanında. Yəni burada sevgili, partnyor, ər, yəni eyni mənadadır. Partnyorumuzun yanında tamam başqa cür oluruq. Psixoloqumuzdan tamam başqa cür oluruq. Hətta psixoloqa gəlib belə maska taxanlar var. Mən bir neçə seansdan sonra həmən insanlarda güvən hissi formalaşdıqca maskalarının düşdüyünü görürəm. Çünki maska nə qədər tez düşsə, mən pasiyentə daha çox nəticə verə bilirəm. Bu problemlər də olur. Yəni istədiyimiz situasiyada maska var. Bu maska da mənə icazə vermir ki, mən olum. Bir də sizə bir coaching sualı verəcəm. Mənə nə sərf edir ki, mən özümü dəyərsiz hiss edirəm. Hansı qorxumdan qaçıram? Bu coaching sualıdır. Bu arada mənim koç təhsilim də var. Mən ixtisasca psixoloqam, yerli dibli. 6 illik psixoloqam. Amma eyni zamanda beynəlxalq dərəcəli coaching akademiyasını oxuyuram və oradan artıq məzun olmuşam. Yəni bunu da biləsiniz. Ona görə coaching suallarla da sizi yönəldə biləcəm. Mənə nə sərf edir ki, mənə dəyərsiz olmaq sərf edir. Gəlin buradan baxaq. Hansı situasiya mənə sərf edir ki, mən özümü dəyərsiz hiss edim? Situasiyanı qeyd edəcəm burada. Sizdə dördüncü əsas şablonum nədir? İlk dəfə bunu texnika ilə çözəcəyik. Texnikanı atacağam. Yəni texnikaya görə narahat olmayın. Yəni praktik həll onsuz da Telegramdadır. Aha, deməli, birinci etap mən bildim mən özüməm, ikinci etap bildim tətikləndiyim an, üçüncü etap artıq bildim bu situasiyadır, maskadır, hə. İndi keçirik həllə artıq, yavaş-yavaş mən sizi yönəldirəm, fikir verirsinizsə psixanızı, yavaş-yavaş gəlirəm və gedirik. Nə zaman sən özünü dəyərsiz hiss etmirsən? Neçə yaşında? Neçə yaşında mən özümü dəyərsiz, yəni davamlı tənqid olunmuşam, davamlı təhqir olunmuşam, davamlı müqayisə olunmuşam, davamlı aşağılanmışam, davamlı yox sayılmışam, davamlı tərk edilmişəm, davamlı görülməmişəm, davamlı duyulmamışam, davamlı eşidilməmişəm, davamlı özümü ifadə edə bilməmişəm, davamlı mənə sanki varlığım üçün özümə belə nifrət etmişəm, bəzən valideynlərimə belə nifrət eləmişəm, bəzən heç yaşayışımı belə qəbul etməmişəm. Bugün o dediyiniz problemlər var, məsələn, atıram, qaynana ilə, qaynata ilə, nə bilim, adi bacınızla, qardaş, hətta sevgilinizlə belə yaşadığınız problemlərin kökənində bizim özümüzlə üzləşməyə cürət edə bilmədiyimiz emosional fon yatır, duyğularımız yatır. Bu mənim neçə yaşımdadır. Mən buna aid ayrıca bir podkast yazacağam, Telegramdan işləyərsiniz öz üzərinizdə. Yəni əslində mən normalda heç zaman, yəni ödənişsiz marafonlarda belə Zoom linki açmırdım. Yəni bu mənim ilk Zoom linki açmağımdır. İlk dəfə sizinlə yaxın təmasa keçməyimdir. Normalda həmişə yazırdım Telegramda. Əvvəldən burada iştirak edən iştirakçılar var. Yəni çox artıq iştirakçılar var ki, məni tanıyır. Bu artıq neçənci dəfədir. Onlar bilir, mən heç zaman görüntü açmırdım. Ancaq səsli podkast yazırdım. Ancaq meditativ texnikalar eləyirdim. İnsanlar işləyirdi nəticələr. Amma bu dəfə ilkdir ki, mənə də xoş oldu sizi tanımaq. Bu dəfə ilk dəfədir ki, mən Zoom linki ilə məhz beləncilə sizlə işləyirəm. Özdə bugün mən suallara da cavab verəcəm. Mənə xoş olsa bir neçə gün daha artıra bilərik. Yəni bu da ola bilər. Və bonus olaraq da mən düşünürəm ki, cəmi 10 nəfərdən ibarət bir qrup formalaşdıracağam ilkin etapda. O insanlarla əlavə bir işim olacaq. Ona da baxacağıq artıq. Okay. Bu etaplar, deməli, birinci, bizim kök səbəbimiz gələcək anamızın bətninə düşdüyümüz andan 18 yaşa qədər, yəni şuuraltımızın depolandığı anlara qədər. Mən bu dəyərsizliyi, yetərsizliyi, sevgisizliyi depolamışam və bu duyğu gəlir mən 18 yaşımdan sonraki etapda bir dənə buynuz kimi çıxır. Ya bu münasibətimdə buynuz qaldırır, ya iş həyatımda buynuz qaldırır, loru dildə deyirəm. Yəni hansı etapda, məsələn, çox insan deyir evlənə bilmirəm, münasibət qura bilmirəm, nə bilim, ailəmdə problemlər var.
nə bilim, özümü ifadə edə bilmirəm, səslərinizi xahiş edirəm bağlayın. Özümü ifadə edə bilmirəm, falan problem var. Niyə? Çünki bu üç duyğudan hansısa biri məndə dozası çoxdur. Ya sevilmirəmə inanıb şuuraltım, ya dəyərsizliyə inanıb şuuraltım, ya da ya da ki inanmışam ki mən yetərsizəm. Niyə görə? Aha, ümumiyyətlə evlənə bilməmə. İndi bu suala cavab verəcəm. Bu sualı yadınızda saxlayın. Evlənə bilməməyin 3 səbəbi var. Yəni bu 3 səbəbin şuuraltı mexanizmini sizə izah eləyəcəm ki, niyə görə. Bilmirik. Aha. Suallarınızı da yazırsınız, çox gözəl. Mən danışdıqca da gəlirsiniz. Mən baxım görüm siz nə yazmısınız uşaqlıqdan. Eyni əla. Sualı onsuz da oxuyacağam, heç biri itməyəcək. Narahat olmayın. Aha. Tamam. Onda gəlin belə eləyək. Siz yazırsınız. Mən bu son sözümü də deyim, keçim suallara cavab verim. Ki ikinci Zoom linkini atanda bu suallar silinəcək də mən görməyəcəm. Okay. Mən danışdıqca yəqin ki dəftərdə də qeyd edirsiniz. Özünüzü mənə lazımdır ki, yəni bu siz necə? Mən burada danışıram, dərs keçmək kimi olmasın. Mən istəyirəm ki, siz məsələn həqiqətən özünüzə baxasınız ki, məsələn mən burada psixoloqu dinləyirəm də. Bu psixoloq nə danışır? Bu danışılan şeylərdə nə var məndə? Həqiqətən mən nəyi görmürəm? Mən psixoloqa necə bir sual verim ki, özümü görə bilim, özümlə təmasa keçim. Çünki bizə burada nə ana, nə ata, nə partnyor, bizə heç kəs lazım deyil. Bizə ancaq biz özümüz lazımıq. Yəni mən özüm lazımam. Başa düşürsünüzmü? Ona görə burada olmaq məqsədimiz özümüzə xitab eləsin. Yəni buna fokuslanaq, vaxtı dəyərləndirək. Baxın, rədd edilmə. Bunu da deyirəm, keçirəm suallarınıza cavab verməyə. Çünki görürəm sualların sayı çoxdur. Baxın, rədd edilmə olsun, tərk edilmə olsun, tək qalma olsun, bu yetərsiz olsun. Yəni mən kifayət deyiləm. Baxın, bunların hamısının baza səbəbində yenə də var dəyərsizlik duyğusu. Bu mənə kodlanıb. Mən biraz daha dərinə gedəcəm. İstəyirsiniz özünüzə sual verin. Yəni onsuz da siz məni dinləyirsiniz. Elə bilin ki, mən danışan bir audio yazıyam və sizin əlinizdə də dəftər, qələm var, zaten elədir. Məni dinləyərək sadəcə dəftərə özünüzə mən verdiyim sualı özünüzə verin. Sonra da dəftərdə yazın ki, bu sizin psixanızda rahat olsun ki, özünüzü çözmək bizə lazımdır. Mənə lazımdır özünüzü çözəsiniz, özünüzü həll edəsiniz ki, həyatınızdakı yüklər azad olsun. Hansı nöqtədə sən özünü kifayət qədər yaxşı hiss etmirsən? Bu ola bilər iş həyatı, bu olar münasibət həyatı. Baxın, bizə həyatımızın yaxşı olmadığını göstərən iki əsas sahə var. Ən təməl sahə ikidir. Düzdür, birinci olsa lap bərbaddır. Məsələn, sağlamlıq o heç. Sağlamlıq bizdə belə deyək ki, olmasa o ən pisidir. Amma bura qədər iştirak eləmişiksə, müəyyən qədər artıq sağlamlıqla bağlı müəyyən qədər problemimiz yoxdur. Aha, baxın, bir münasibətlə bizim həyatımız belə sirkələnir. Bir də pul mövzularında. Çünki münasibətlə pul bərabərdir, eyni şey. Baxın, görün, siz həyatınızın hansı nöqtənizdə özünüzü kifayət qədər yaxşı hiss etmirsiniz? Münasibət həyatıdırmı, pul həyatıdırmı, iş həyatıdırmı, sağlamlıqdırmı, daha sonra bunu artıra bilərik, gəzintilərdirmi, hobbilərdirmi? Hansı nöqtədə ilişib qalmısınız, tıxanmısınız? O nöqtələrə baxın. Mən istəyirəm ki, o nöqtələrə baxın. Mənlə ödənişsiz sessiya eləyəndə, mən normalda seansa bir insanı yazmamışdan öncə ilk dəfə 15-20 dəqiqə onunla ödənişsiz sessiya eləyirəm. İnsan özünü tanıyır, sonra başa düşür ki, mənə bu psixoloq lazımdır, mən müraciət edeyim, yoxsa yox. Mən heç zaman birbaşa müraciət edən müştərilərim də var aranızda. O artıq mən uzun müddət izləyib, YouTube'dur, Telegram'da 1000 dənə yerdə izləyib, hə deyir birbaşa mən seansa yazılıram, mən ona etiraz etmirəm. Amma təzə yazılmağa çalışan, görürəm ki, yazılmaq istəyir, daha bir tərəfdən normalda təklif edirəm ki, gəl 15-20 dəqiqə məsələn deyir. Sənlə ödənişsiz bir konsultasiya eləyək, sən özünü tap, gör, başa düş ki, səndə hansı problem var. Sonra gör ki, mən bu psixoloqla davam eləyə biləcəm, ondan sonra yazın. Yox, əgər, yəni istəməsən də yazılmaya bilərsən, yəni ödənişsiz hissədə halal xoşub, yəni burada bir problem yoxdur. Yəni nə demək istəyirəm? Hansısa nöqtədə ilişib qalmışıqsa, bax o nöqtə var, ha, o nöqtə. Mən ilişmişəm. Deməli, mən burada artıq çözməli olduğum bir məsələ var. İlişdiyim nöqtə, burada açarı deyirəm, ilişdiyimiz nöqtə. Hansı etapda ki, mən ilişmişəmsə, burada artıq məndə nə girir? Hansı duyğu girir? Buna baxmalıyam. Ya orada tərk edilməkdən qorxuram, ya orada itirməkdən qorxuram, ya orada tək qalmaqdan qorxuram, ya yetərsiz olmaqdan qorxuram. Qorxuma görə tıxanıb qalmışam, bağlanıb, başa düşürsünüz, bağlanıb. Bu qorxunu da mənə verən nədir? Məsəl üçün deyirəm. Bu qorxunu da mənə verən duyğudur. Duyğu mənə icazə vermir ki, özümü açım. Yəni, psixoloqun işi, koçun işi nədir əsas olaraq? Bir insanın düşüncə duyğusunu açmaq. Baxın, sən gedib, məsələn, mən burada xüsusilə vurğulayacağam. Əgər aranızdan gedib,
afirmasiya eləyənlər varsa, gündə 100 dəfə meditasiya eləyənlər varsa, gündə 100 dəfə tarot eləyənlər varsa, sizə səslənirəm. Bu sizin sadəcə probleminizi bağlamaq üçün olan vasitədir. Probleminizi işləmək üçün bir vasitə deyil. Yəni sadəcə onu eləyərək vaxt uzadırsınız, probleminizi həll eləmirsiniz. Amma bir psixoloqla, koçla işləyirsinizsə, fərqi yoxdur. Mentorla işləyirsinizsə, sizin məqsədiniz həyatınızdakı o problemi həll etmək olmalıdır və nəticəni də o cür gözləməlisiniz. Yox, əgər mən 50 dəfə gedib mən gözələm deyib, amma şuur altında mən ona inanmıramsa, afirmasiyanın mənası yoxdur. Yəni gəlin səmimi olaq. Ona görə bax mənim dediyim detallar əslində hamısı bir-biri ilə bağlıdır. Mən hansısa nöqtədə ilişib qalmışamsa, məsələn münasibəti ilişib qalmışamsa, burada mənim qorxum var. Burada mənim üzləşməyə qorxduğum olan duyğu var. Ola bilər mən özümü günahkar hiss edirəm. Ola bilər mən yetərsiz hiss edirəm. Ola bilər mən özümü dəyərsiz hiss edirəm. Sonra ola bilər ki, məsəl üçün deyim də, mən özümü necə deyim, sevgisiz hiss edirəm. Amma bu duyğunu özümə etiraf edə bilmirəm. Çünki etiraf etsəm onu itirəcəm. Etiraf etsəm tək qalmaqdan qorxacam. Etiraf etsəm rədd edilməkdən qorxacam. Artıq bu sizə aydındır. Özünüzü diaqnostika edə bilirsinizmi ki, problem məndə nədir? Mənə onu yazın. Diaqnostika edə bilirsinizmi? Görə bilirsinizmi özünüzü? Mən bu gün Telegram kanalıma keçmişə məktub, düzdür, bəlkə də mən ilk dəfə üçün ağır bir texnika atdım, amma yəni o texnikanı nə zaman istəsəz eləyə bilərsiniz. Bir oturun onu eləməyə çalışın. Bu webinardan sonra o praktik hissəni eləyin. Daha sonra mən sizə 2 dənə texnika atacağım, o texnikanı eləyin bu webinardan sonra. Ondan sonra görəcəksiniz ki, əgər bu vaxta qədər siz başqa psixoloq və koçlarla işləmisinizsə, düzgün mütəxəssislə işləmisinizsə, bu gündən sonra da artıq mənim bu ödənişsiz etdiyim marafondan bəhrələnirsinizsə, sizin nəticənizin olmaması mümkün deyil. Birinci mən özümü təsbit edirəm, ilişdiyim nöqtələri bilirəm, maska taxdığım nöqtələri bilirəm, bu duyğumu itirsəm, üzləşəcəyim çətinliyi bilirəm. Düzdürmü? Bunu başa düşməliyəm. Yəni fikir versinizsə mən çalışıram ki, belə izahlarla gedim. Çünki birinci hissə açma mərhələsidir. Mən birbaşa suala cavabla girsəm, siz mənə artıq sual verəcəksiniz ki, o zaman niyə tərk edilmiş hiss edirəm. Amma siz artıq sualın cavabını indidən aldınız. Çünki qorxursunuz. Orada bir etap var. Yəni ki, belə. Onları da mən indi gələcəkdə planım var. 10 nəfər götürəcəm və belə terapist kimi, amma canlı şəkildə, səsli şəkildə sizlə sessiya kimi eləyə bilərəm. Bunu da fikirləşirəm. Çünki özümün də çox xoşuma gəlir. Yəni işimi çox sevərək və ürəkdən eləyirəm. Okey, sübut etməyə çalışmaq, kimsə sizi görməyəndə, gec yazanda, rədd edəndə, nə bilim, kimsə sizi söyəndə, aqressiv rəftar edəndə. Məsələn, mən bugün tutalım ki, mən ciddi şəkildə qaydalar atmışam. Fikir versinizsə, məsələn, Telegram kanalında deməli, ciddi şəkildə qaydalar atmışam. Nə demişəm orada? Təlimatlara uymayan blok olunacaq. Görürsünüz, mən rahatlıqla buraxa bilirəm. Yəni, bir insanı buraxa bilirəm. Mənə uyğun deyilsə buraxa bilirəm. Sərhədlərim var. Məsələn, görürsünüz, mən sadəcə link də qoya bilərdim. Çevrəm çox genişdir. 1000 nəfər də qrupa yığa bilərdim ki, dəyərsizlikdə 1000 nəfər var. Amma mən fikirləşdim ki, məsələn deyim də, mənə 1000 nəfər lazım deyil. Mənə az olsun, amma həqiqətən işləmək istəyən insanlar olsun və özləri yazan insanlar olsun ki, mən onu qrupa əlavə eləyim. Çünki mənim üçün bu vaciblik odur ki, istəyən insan olsun. Yalandan saya görə mən o qrupu eləmədim. Okey, indi mən sizin suallarınızla davam edirəm. Sonra isə artıq keçirik ikinci hissənin artıq aydınlıq mərhələsi. Baxaq görək necə formalaşır, necə həll etmək olur və sizə deyilən yalan, belə deyək ki, yalan vədlər nədir? Hansı etapda siz psixoloqlara aldanırsınız və yaxud da koçlara aldanırsınız? Hansı etapda siz mütəxəssislə düzgün işləmirsiniz? Onu da görə bilmə bacarığınız olsun ki, bu mütəxəssis həqiqətən məni düzgün aparmır, yön vermir. Yəni çünki uzun müddət əvvəl mən özüm də deməli bir çox koçlarla, psixoloqlarla işləmişəm. Baxmayaraq ki, mən psixoloqam, öz üzərimdə işləyirəm, amma dəfələrlə aldanıldığımı hiss etmişəm. Xüsusən də onun təsirsiz olması, ixtisasını bilməməsi, öz üzərində inkişaf keçməməsi, mənə praktik nəyisə verə bilməməsi. Bu etapları özüm yaşamışam deyə istəyirəm ki, siz də mənə güvənərək bağ qurasınız və beyninizdə sual qalmasın. Okey. Mən başlayım görüm. Bir də sizin mənə WhatsApp və Telegram üzərindən yazdığınız suallar var. Səsləri zəhmət olmasa bağlayaq. Mümkündürsə. Bilmirəm, bundan qabaqçı slaydı qoyardınız da. Slayda görə narahatsızsa ataram. Onu şəxsdə yazarsınız, ataram, problem yoxdur. Bir dənə mən suallara cavab verim, bölməyə nə sözünüz olsa çox xahiş edirəm, chat hissəsinə yazın. Yəni onsuz da burada slaydda mən sadəcə plan qurmuşam ki, mənə danışmaq rahat olsun. Əsas danışdıqlarımdır. Amma slaydda istəsəz bölüşə bilərəm. Mənim üçün heç problem yoxdur. Çox xahiş edirəm, səsləri bağlayın ki, mən suallara cavab verə bilim. Okey. Baxaq görək. Buraya yazdığınız suallara cavab verəcəm. Şəxsi yazdığınız suallara isə ikinci hissədə cavab verəcəm. Davam edirik bu arada. Deməli,
Demək, əgər məni incidənlər varsa, hansısa etapda sərhədimi pozmuşam. Bunu yadınızda saxlayın. Baxın, görün, hansı etapda sərhədinizi pozmusunuz. Mütləq şəkildə buna fokuslanın. Bəli, kişilər də çox özlərini işləyir. Hətta məndən şəxsi sessiyalar alanlar da var, seanslar alanlar da var, kişi pasientlər. Sizə elə gəlməsin ki, kişilər özlərində işləmir. Həqiqətən də mən bu mövzunu ayrı bir gün danışacağam. Kişilər də çox özlərində işləyir. Kişilər də güclü şəkildə güvən problemi yaşayır, dəyərsiz hiss edir, yetərsiz hiss edir. Bilirsiniz necə? Biraz da bilirsiniz necə gedir? Bəzi psixoloq və koçlar, mən hamıya aid etmirəm, insanları feminizmə, yəni təşviq eləyir də. Sanki qadın ağrı görüb, amma sizə deyim ki, nə qədər kişilər var, yox sayılır, nə qədər rədd edilir, nə qədər dəyərsizləşdirir, işini qura bilmir, sevgi həyatı qura bilmir. 40 yaşına çatan kişilər var, ailə həyatı qura bilmir. Siz eyni problem, yəni sizdə olan problemi düşünün ki, əks variantda da var. Sadəcə mən kişilər indi hamıya aid etmirəm. Kişilər təbiət etibarilə biraz gizlənən məxluqlardır. Məsələn, qadın daha çox emosiyalarını bildirir, duyğularla gedir. Kişilər biraz gizlənir, amma kişilər də çox aktivdir. Yəni bunu biləsiniz. Burada kişilər də var. Kişilər də izləyəcək. Sonra baxım görüm nə yazmısınız. Aha. Okay. Münasibətdə inciyən tərəfəm nə deməkdir? Mən biraz şuuraltı gedəcəm. Hansı valideynimə qarşı inciyəm? Bunun üzərində düşünün. Hansı valideynimə qarşı mən inciyəm? Əgər münasibətdə partnyorumdan inciyirəmsə, kimə qarşı inciyəm əslində? Götürürsüz praktik çalışmanı sizə qeyd edeyim, bunu eləyə bilərsiniz. Götürürsüz yoldaşınıza bir məktub yazırsınız. Əziz, məsələn, tam yoldaşınızın adı tam Ruslandır. Əziz Ruslan. Mən sənə bunu hiss edirəm. Bir məktub yazırsınız, sonra Ruslanın üzərindən xətt çəkirsiniz. Ruslan olmasaydı hansı valideyninizə xitabən bunu demiş olardınız. Artıq başa düşürsünüz ki, məsələniz o valideynləndir. Təbii ki, bunu bu cür gedirsiniz, amma arxasına artıq tövsiyə olunur ki, bir psixoloqla, mütəxəssislə işləyəsiniz. Bu etap sizə kömək olacaq ki, o problemi görəsiniz fərqində. Çünki mən burada, bir də onu deyim, mən burada nə qədər danışsam da, nə qədər sizlə belə izahlar versəm də, danışsam da, artıq bu, yəni belə deyim də sizə ödənişsiz hissə cəmi həmişə 1% olur da. Onu yəqin ki bilirsiniz. Texnikalar da 1%dir, sunulan təqdimat da 1%dir. Yəni bu cəmi 1%dir, düşünün. Yəni başa düşürsünüz də artıq nə demək istədiyimi. Yəni mən sizə bunu sunuram, bu cür gedə bilərsiniz, bu cür istiqamətdən baxa bilərsiniz. Amma daha çoxu üçün özünüzə yatırım etməlisiniz ki, həqiqətən tam çözəsiniz. Ki mən düşünürəm ki, aranızdan çoxu bu insan ilişib qalmışam pula görə. Bu asılılıqdır. Burada mütləq şəkildə ata fiquru. Baxın, əgər bir xanım bir bəydən pula görə ayrıla bilmirsə və yaxud da bir bəy bir xanımdan pula görə ayrıla bilmirsə, uşaq vaxtı özünüzə baxın, hansı ehtiyacım ödənməyib, hansı valideynimi proyeksiya edirəm partnyoruma, hansı valideynimi proyeksiya edirəm partnyoruma. Bir də sual verirəm hamınıza. Mən uşaq kimi münasibətə girmişəm, yoxsa yetişkin qadın və ya bəy kimi girmişəm? Münasibətə girdiyim insanın həqiqətən özünə mi görə girmişəm, yoxsa onu anam və ya atam pozisiyasına qoyuram deyə girirəm? Artıq bu suallar sizə kömək olacaq. Bunu baxarsınız. Kimsə nəyəsə nail olanda, mən olmayanda, kiminsə münasibətdə olanı seçiləndə, seçilmək istə bağlı bu dəyərsizlikdir məndə. Aha, artıq burada danışdıqlarına sizdə nələrsə məncə getdi. Aha, indi mən sizə sual verirəm. Kimsə seçiləndə mən yox, kimsə münasibətdə mən yox. Bu etaplar baş verirsə, özünüzü kimə sübut etməyə çalışırsınız? Sizi görməyən o valideyn fiquru kimdir? Bunun üzərində düşünün. Karyerada irəli gedə bilməyənlər, pul qazana bilməyənlər, nədə özünü günahkar hiss edirsiniz? Hansı etapda siz düşünürsünüz ki, mən valideynlərimdən daha yaxşı ola bilmərəm? Baxın, çox zaman baxın, burada mən valideynlər deyirəm, burada real valideynlərdən getmir. Bizim daxili qadın və kişi obrazımız var. Bunu siz spirituallıqdan gəbəgər işləmişsinizsə, eril enerji, dişil enerji, psixologiyada belə bir şey yoxdur. Psixologiyada konkret metodika var. Carl Jung'un daxili qadın və daxili kişi fiquru. Hər birimizin içində daxili ana, daxili ata obrazı var. Bu bizim uşaqlığımızdan indiki yaşa qədər gəlir və biz böyüyürük. Başa düşürsünüz, böyüyürük. Və biz böyüdüyümüz müddətdə bu daxili qadın və kişi böyüdüyümüz müddətdə bunlar bizim içimizdə olur. Və mən münasibət quranda daxili ata və ana tərəfim zədəlidirsə, mən münasibətləri zədəli girirəm. Çünki uşaq beyni bu cür şəkildə kodlamaya çalışır. İtirmək qorxusunu ayrı işləyə bilərik. O itirmək qorxusudur. Deməli, məndə öz güvənsizlik var. Hər hansı bir ortamda danışmaq üçün düşünürəm ki, danışa bilməyəcəm, özümü ifadə edə bilməyəcəm.
Özgüvənsizlik var. Aha. Ə, baxın, mən də sizə bir dənə sual verim. Əgər həqiqətən düşündüyünüz başınıza gəlsəydi, siz hər hansı bir ortama getsəydiniz, danışsaydınız, özünüzü ifadə edə bilməsəydiniz, o qorxduğunuz şey başınıza gəlsəydi, özünüzü necə hiss edərdiniz? Onu düşünün. Aha, suallarıma cavab verirəm. Burada bəzi tanışlarımı görürəm, xoş gördük. Ailəmi itirmək qorxum var, atamı itirməkdən qorxuram. Aha, siz deməli təslimiyyətdə yox, kontrolu seçirsiniz. Hər birimizin getmə, hər birimizin birini tərk etmə, hər birimizin birini rədd etmə, hər birimizin hətta necə deyim, seçimi var. Adi rəhmətə gedən birini belə insan var illərlə qəbullana bilmir. Psixologiyada bu ən ağırıdır. Yəni rəhmətə getmiş birini qəbullanma və s. Amma başa düşməliyik ki, yəni seçim var da, yəni seçim məsələsidir. Yəni hər birimizdə bu seçim olur. Təbii ki, itirmək qorxusu biraz bizdə ana fiquru ilə bağlıdır. Daxili ana obrazı ilə iş lazımdır sizə. Yəni bunun üzərində işləmək lazımdır. Görünməkdən qorxduğum üçün və krizdə olunmaqdan qorxduğum üçün mənə sərf eləyir. Aha, super. Görürsüz, xanım özünü təsbit etdi. Mən ona coaching sualı verdim və xanım onu təsbiq etdi. Görünməkdən qorxduğum üçün və krizdə olmaqdan üçün. Aha. Neçə yaşınızda görünməmisiniz? O yaşınızı tapırsınız. Ümumiyyətlə, baxın, çox problemlərimizin kökü gedib çıxacaq anahtar, daxili anahtar. Yəni sistemi başa düşənlər üçün deyirəm ha. Yəni aranızda yeni varsa, terapiya ilə məşğul olanlar, coachinglə məşğul olanlar sizə çətin ola bilər. Amma sistem əvvəldən şəxsi inkişafda olub, heç olmasa bir psixoloq, nə bilim, coach, əvvəldən işləyənlər üçün çox rahatdır. Maşallah, suallarınız çoxdur. Suallarınızı kopiravat edeyim. Pul qazanmaqda qorxaqlıq və ya çəkinmə var. Aha, bunu texnika atacağım, günah duyğusu. Onu eləyəndən sonra mənə cavabınızı yazarsınız. İki texnikalardan sonra da mənə geri dönüş eləyərsiniz. Çünki praktik hissəni texnikaya saxlamışam. Bu pul qazanmaq da, münasibət qurmaq da. 50 yaşıma qədər öz sərhədlərimi bilməmişəm. Görürsüz, hətta 50 yaşında belə şəxsi inkişafa zaman ayıran bir insan var. Mən çox sevinirəm. 50 yaşıma qədər öz sərhədlərimi bilməmişəm. Hər şeyin yaxşısını ürəkdən özümə yox, doğmalarıma layiq yaşamışam. Bax, bu insan özünü rədd edib. Konkret özünüzü rədd eləmisiniz. Hansı valideynim tərəfindən davamlı rədd edilmişəm və özümü isbatda çalışmaq üçün özümü yox saymışam. Rədd edilmə duyğusu bərabərdir mən dəyərsizəm. İnsan özünü rədd edəndə həyat da onu rədd edir. Mən həyatda nə yaşayıramsa, demək ki, mən onu özümə yaşadıram. Yəni bu nöqtəyə baxmaq lazımdır. Bu artıq mənim naturuma çevirir. Rədd edilmə. Rədd edilməyə seçim kimi baxacaq. Baxın, mən ümumiyyətlə bu rədd edilməkdir, itirməkdir, tərk edilmədir, ghostingdir. Mən ümumiyyətlə burada mənim mənəvi həyatlar kanalımda olan insanlar varsa, aranızdan çox var, məncə var, əksəriyyəti var. O müştərilərim var, olub. Məsələn, məndə deməli bu mənəvi həyatlarımda olanlar varsa, deməli o insanlar bu etapları keçib, orada hamısını yazmışam. Texnikalarına, çalışmalarına çox izah vermişəm. Sadəcə deyə bilərəm, siz özünüzü güclü rədd edirsiniz, elə bunun fərqinə varmağınız sizə kifayət eləyir. Ya sonda mən onsuz da o kanal haqqında sizə məlumat verəcəm. Kimsə keçid eləmək istəsə keçid eləyə bilər, öz üzərində işləyə bilər. Kim qoşula bilər o qrupa? Hansı qrup? Çünki mənim də vacib, mən də başqasının duyğuları qədər mən eynən. Norma anlayışını oturtdurmağı mən sizə bonus bir dənə webinar yazmışam, deməli YouTube kanalında. Onu da atacağam. O norma anlayışını sabah işləyəcək. Qoy bunu qeyd edeyim. Sabah artıq dəyər duyğusunun normaya çevrilməsi. Bu gün diaqnostika, təhlil və problemi görmə və ehtiyacımızı müəyyən etmək üzərindən işlədik. Bunu çözdük də. Yəni bugünkü günümüz budur. Hələ davamı da gəlir. İkinci link də atacağam sizə. Norma artıq dəyəri özümüzə belə bu gün gedib texnika eləyəcəksiniz, satdığım texnika. Sabah sizə YouTube-dan video çəkmişəm, ona baxacaqsınız. Bütün bu praktik çalışmaları, texnikaları, praktikanı eləyəndən sonra artıq sabah mən sizlə işləyəcəm, normallaşır. Çatdıra bilməyənlər də narahat olmasın, öz rutininizi qoyun, ona uyğun çatdırın. Yəni nəticə istəyirsinizsə müəyyən qədər bunu et. Sərhədlərim olduğu üçün insanlar məni uzaq durur. Çünki yaltaqlıq falan etmirəm. Onlar kimi, onlar da necə rəftar etməliyəm belə vəziyyətdə. Maska, baxın, belə kobud demək istəmirəm. Özünüzü nədən qoruyursunuz? Sərhədləriniz olmasaydı, özünüzə sual verin. Sərhədlərim olmasaydı, nədən üzləşməkdən qorxuram? Nəyi qorumaq istəyirəm ki, özümdə davamlı insanlara qarşı sərhədlər qoyuram? Bir də qıcıq olduğunuz bir tərəfə məktub yazın. Nəyə qıcıq olursunuz? Deyirsiniz, yaltaqlıq falan etmirəm, onlar kimi.
O həmən onlar kimi var. Məsələn, atıram Arifə kimi, Leyla kimi, Orxan kimi məsələn deyirəm və yaxud da ki, anam kimi, atam kimi və yaxud da ki, o insanlara məktub yazın. Salam filan kəs. Mən sənə qıcıq oluram və yaxud da ki, bunu fiqurla da eləyə bilərsiniz. Bir fiqur qoyursunuz, o fiqura səsli şəkildə deyirsiniz, aqressiyanızı çıxarırsınız. Ondan sonra baxın, nə baş verir ki, nə baş verir ki. Bu etapa ondan sonra gələrsiniz. Hə, slaydları atarım, amma yenə də deyirəm, slaydlar sadəcə siz mənim danışdıqlarım əsasdır. Slayd sadəcə mənim üçündür, plan kimi qoymuşam ki, gedişatı biləsiz. Danışdıqlarım heç biri, yəni slaydda yazılmayıb. Həyatımızda nəyisə əskikdirsə və nəyisə çatışmadığını düşünürəmsə, nə edə bilərəm? Onu özünə verəcəksən. Ehtiyaclar. Bunu mən ümumiyyətlə mənəvi həyatlar kanalında hamısını yazmışam. Bunu necə vermək olar? Sistemi qurmuşam orada. Ehtiyaclar şəklində. Ehtiyaclarınızı özümü. Nəyə ehtiyacım var? Bir dənə dəftər götürsəm, bir dənə və suallarınızı kopiravat edin. Mən artıq ikinci link atacağım, çünki vaxtımız bitir. Deməli, baxın, mən sizə çalışma verirəm. Mən istəsəz chat qrupu da yaradaram. Mən yazacağam, kim istəsə chat əlavə eləyərəm, oradan da danışa bilərik növbəti etapda. Bu məsələni ki, yarımçıq qalmasın. Baxın, baxın. Əskik olduğunuz nə ki var ha? Onu siyahısını tutun. O çatışmayanlar. Ehtiyaclar şəklində. Sonra onu özümüzə verməyi öyrənməliyik. Çünki onu özünə vermədiyi müddətcə aslı bağımlı münasibətə düşəcəksiniz ya da ki, davamlı eyni döngüdə qalacaqsınız. Məsələ sizin buradan çıxmağınızdır. Suallarınızı kopiravat elədinizsə, mən 10 dəqiqə sizə ikinci link atacağam. Kopiravat eləyin. Sərhəd hanım, kopiravat eləyin, mən sizə ikinci link atacağam. İkinci linkdən artıq bolca söhbət eləyərik, yəni suallarınıza cavab verərəm. Bir də ki, slaydımız yarımçıq qalmışdı. Ona davam eləyərik. Suallarınızı götürdünüzsə ikinci linkdə görüşərik. Atacağım.